İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Doğrudur, mikrofon qarşısında mənəm Nərmin Aşurzadə. Bugünkü həmsöhbətimiz ikinci yüksəliş müsabiqəsinin qalibi Hüseyn Mahmudov olacaq. Hüseyn, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük Nərmin xanım. Yaxşı, çox sağ olun. Siz necəsiniz? Təşəkkür edirəm. Biz Hüseynlə birlikdə bugün qlobal innovasiya trendləri mövzusunda danışacağıq. Amma gəlin əvvəlcə ondan başlayaq ki, sizə görə innovasiya deyəndə nəyə başa düşmək lazımdır? Okay. Məncə sadə səslənə bilər sual, amma olduqca vacib sualdır. Çünki innovasiya deyəndə bir çoxlarımız düşünə bilər ki, ümumiyyətlə innovasiya texnologiyaya bənzər, sinonim olan bir sözdür və hətta texnologiyanın hansı bir radikal bir yeni bir kəşflə çox vaxt əlaqələndirmək olur. Yəni bir çoxumuzun belə bir təəssüratı var, amma düşünürəm ki, doğru cavab innovasiya sözünün etimologiyasındadır. Yəni innovasiya sözü innovare, latın əsilli sözdür. Bir də in və novus, belə bir ki, iki hissəyə bölsək, yeni bir şeyə addımlamaq anlamına gəlir. Və yaxud da ki, nəyisə yeniləmək anlamına gəlir. Bu deməkdir ki, innovasiya həm yeni bir şeyə addımlamaq, yəni yeni bir kəşfləri eləməkdir və burada biz yeni bir radikal kəşflərdən, texnologiyaların icadından danışırıq. Amma nəyisə yeniləməyə gələndə o deməkdir ki, nəsə mövcuddur və biz onu yeniləyirik. Və burada artıq inkremental innovasiyadan danışa bilərik. Yəni tam radikal bir kəşf deyildir. Hansı bir məhsul deyək, xidmət deyək mövcuddur, amma onun bir cüzi bir yenilənməsi də innovasiya hesab edilə bilər. Yəni bu baxımdan məncə aydınlıq ona gətirilməlidir ki, innovasiya deyəndə bir çox şey başa düşə bilərik. Tək texnologiyadan söz getmir. Həmçinin radikal innovasiyadan söz getmir. Yəni innovasiya dediyim kimi inkremental da ola bilər, cüzi ola bilər və bu cüzi və radikal innovasiya da təbii ki, texnologiyaya aiddir və eyni zamanda innovasiya ola bilər proseslə bağlı bir innovasiya və yaxud deyək ki, biznes modeli ilə bağlı bir innovasiya ola bilər, təşkilatın idarə edilməsi ilə bağlı innovasiya ola bilər. Misal üçün deyim, biri olsun, tarixi qarışdıra bilərəm. Ötən əsrin sonları, bu əsrin əvvəllərində bir agile konsepsiyası peyda oldu və bizdə də ölkədə də bir geniş tətbiq olunur. Özü nə idi? Bu proses innovasiyası idi. Agile 20 ildən çoxdur var. Bəli, bəli. Amma mən elə biləm son maksimum 5-10 il. Yox, hətta Google üzərindən yazsanız Agile manifesti çıxacaq ki, ilk bunu belə deyim, quran komanda ümumiyyətlə manifestləri var. Bir növ belə onların öz konstitusiyası idi, belə desək, adlandırsaq və o saytda var, dərc olunubdur. Hansı ölkədə? ABŞ-da. Orada fikirləşiblər Bəli, ilk bəli. dəfə. Aydındır. Bax, siz bizim ölkədə bəs innovativ şirkətdir filan şirkət deyəndə, məsələn, nə olanda bu sözü onlar üçün istifadə edirsiniz? Maraqlı sualdır. İnnovativ dedikdə, dediyim kimi, yəni çox şey əhatə eləmək olar. Yox, mən sizə görə. Məsələn, mənə görə istənilən bir təşkilat status quo ilə kifayətlənməyəndə, yəni cüzi də olsa, böyük bir dəyişiklik də olsa, yeniliklər üzərində çalışırsa, bu mənə görə innovativ bir qurumdur və burada çox vacib olan element yeniliyə daha öncədən başlamaqdır. Yəni bunu belə deyim, spontan yox, hansısa bir ani ideya, fantaziyadan irəli gələn ideyadan irəli çıxaraq hansı bir yeniliyin üzərində işləmək yox, bu strukturlu, sistemli yeniliklərdən söhbət gedir və bu belə bir təşkilat mənə görə həqiqətən innovativdir. Həmişə mümkün olurmu belə hər hansı bir dəyişikliyi, yeniliyi sistemli şəkildə gətirmək? Mən düşünürəm ki, yox. Amma Hüseyn bəy nə düşünür? İndi qısa reklam fasiləsindən sonra öyrənəcəyik. Maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Bugünkü həmsöhbətimiz ikinci yüksəliş müsabiqəsinin qaliblərindən biri Hüseyn Mahmudovdur. Biz Hüseyn bəy ilə birlikdə qlobal innovasiya trendləri haqqında danışırıq və orada qalmışdıq ki, Hüseyn bəy düşünür ki, hər hansı bir yeniliyi, innovasiyanı şirkətə gətirəndə bu sistemli şəkildə olmalıdır. Mən elə gəlir ki, sistem haqqında daha çox düşünəndə sən gecikmiş ola bilərsən. Yox? Xeyr, yəni burada sizlə razılaşmaram. Baxır, gecikmə deyəndə biz nəyi nəzərə tuturuq? Buna bir aydınlıq gətirmək lazımdır. Təkrar edim, əgər biz hansısa bir bazarda bir dəyişiklik var, dinamika var və biz
belə deyək, artıq gedən vaqonu biz son anda çatdırıb bilməyə çalışırıqsa, təbii ki, artıq bu gecdir və o belə deyim, xaosda belə adlandıra bilsəm, hansı bir strukturu, sistemi qurmaq özü bir qeyri-səmərəli bir fəaliyyət növü olmayacaq. Mən burada danışıram ki, öncədən proaktiv şəkildə, yəni bazarın dinamikası, rəqabət səni belə deyim, bazardan sıxışdırmamış, yeni bir ixtiralar, elə bazara məhsullar, xidmətlər bazara gəlməmiş, sən özünü bir növ sirkələməyə çalışırsan daxildən, yəni xarici faktorlarla yox, sırf özün şirkət olaraq özünü daha da gücləndirməyə çalışırsansa, bu mənə görə həqiqi innovativ bir təşkilat deməkdir. Yəni hər zaman onlar yeni bir xidmət, yeni bir məhsul, yeni bir biznes modellə irəli gəlmə müştərilərə bunu təklif etməyə can atırlar, can yandırırlar. Burada bu prizmadan mən məsələyə yanaşırdım. Bəs hər hansısa bir yeniliyi böyük şirkətə gətirmək daha çətindir, yoxsa kiçik bir biznesə? Maraqlı sualdır. Bu düşünürəm ki, ümumi iqtisadçılar kimi danışsaq, yəni bütün faktorlar eyni olsa, eyni qalmaqla sırf şirkətin həcminə köklənsək, məncə kiçik şirkətlərdə bu daha çətin ola bilər. Və məntiqi də, yəni sırf mənim öz subyektiv fikrimi izah edəcəm daha sonra. Amma ümumi belə deyək, həyatın qəlizliyi prizmasından baxsaq, hər ikisi üçün də çətin ola bilər, asan da ola bilər. Mənə gəlir ki, burada daha çox innovasiya gətirmək üçün və onun uğurlu tətbiqi üçün vacib olan komponent, bir çox komponent var, amma ən ali komponent mənə görə innovativ mədəniyyətin olmasıdır. Yəni düzgün düşüncə tərzinin, işə yanaşmanın olmasıdır. Yəni bu həm böyük şirkətdə də ola bilər, həm kiçik şirkətdə də ola bilər, kiçik komandada da ola bilər. Yəni belə baxsaq, əslində ən innovativ startaplar ola bilər, çünki kiçikdirlər. Amma mən bunu ölçüyə yox, həcm hansı bir təşkilatın ölçüsünə yox, sırf o yanaşmaya, proseslərə, eksperimentlərə bağlayıram. Yəni o da yenə də gəlib həmin o mədəniyyətə yenə də gəlib çıxırıq. Amma elə bil kiçik biznes çox itirəcəyi bir şey olmayacaq. Amma böyük şirkətlər məsələn hər hansısa bir innovativ nəsə edirlərsə, bir yenilik tətbiq edirlərsə, reputasiyasını itirmiş ola bilər. Düzdür, sağ qalacaq, pulu daha çox olduğuna görə vəziyyətdən çıxacaq, amma sanki daha çox itirmiş olacaq. Kiçik biznes məsələn bu adla nəsə edəcəksə, alınmayacaqsa, bağlayacaq, təzəsini açacaqdır. Amma böyük şirkətlərdə elə bil ki, bu baxımdan ən böyük çatışmazlıq budur. Risk budur daha doğrusu. Məncə reputasiya hər həcmdən asılı olmayaraq hər bütün təşkilat üçün vacibdir. Burada mən misal üçün az öncə dediyim fikrə yenə də qayıtmaq istədim ki, nəyə görə məncə kiçik və orta bizneslər daha az meylli olacaq. Çünki burada həmin o maliyyə imkanlarından söz gedir. Böyük təşkilat istənilən təşkilat, istənilən şəxs itkidən yaymaq istəyir, doğrudurmu? Amma böyük qurumlar harda ki maliyyə ehtiyatı nisbətən daha böyükdür. Onlar bunu daha az ağrılı keçirə bilərlər və o baxımdan daha açıq ola bilərlər. Yəni kiçik və orta bizneslər üçün, sahibkarlar üçün istənilən bir itki biznes üçün böyük bir risk daşıya bilər. Yəni müflis olma riskini qat-qat artıra bilər. Amma böyük təşkilatlar sırf maliyyə imkanları daha böyük olduğu üçün itirsələr də pulu, burada mən yenə də mədəniyyətdə formalaşacağam. Yəni bunu uğurlu istifadə eləmək də vacib amildir, yəni vəsaiti, o əldə olan kapitalı. Amma sırf imkanlar baxımından məncə böyük təşkilatların daha meylli olmalıdırlar ki, bunu test eləsinlər, yoxlasınlar. Bax, deyirsiniz ki, o innovativ mədəniyyət olmalıdır da şirkətdə birinci. Məsələn, bir şirkət necə başa düşə bilər ki, onda bu var? Bilməm, bəlkə müdirlər aydın anlayırlar, amma çünki əməkdaşlar üçün bu həmişə biraz risk olur, çətin olur yeniliyə öyrəşmək. Mən deyərdim ki, elə rəhbərlər üçün də bu çətindir. Yəni ümumiyyətlə insanlar yenilikdən, biz baxlar nə dedik ki, innovasiya yeniliyə doğru addımlamaqdır. Biz də insanlar olaraq mənim fikrimcə yenilikdən qorxuruq. Və ona görə yenilik bizim üçün nədir? Qeyri-müəyyənlikdir, məlumatsızlıqdır və biz də həmin o qeyri-müəyyənlikdən hər zaman qaçırıq. Nəsə bizim üçün aydın olmayan bir şəklə baxsaq belə, hansı bir məlumata baxsaq belə, bizim beynimiz bizə hansı bir hekayəni təsvir etməyə çalışır. Ola bilər ki, həqiqətən də bu doğru deyil. Bu nədən irəli gəlir? Ondan irəli gəlir ki, biz qeyri-müəyyənliyə məlumatla tab gətirə bilmirik. Yəni biz istəyirik ki, hər şey bir izah olsun, məntiqi olsun.
O baxımdan da yəni innovasiyaya istər rəhbər olsun, istər sıravi işçilər olsun, istər kiçik şirkət olsun, istər böyük şirkət olsun, hər yerdə bir müqavimət riski var. Burada lazım olan yəni bir neçə komponentdir və ən başlıca olan komponent təbii ki, bu innovasiyanın, yeniliyin yuxarıdan aşağı mənə gəlir ki, bu təşviqi olunmasıdır. Və burada rəhbərlər sırf proseslərdən yox, yəni gözəl sözlərdən yox, sırf özlərindən ilk növbədə başlamalıdırlar ki, yəni mənim hansısa bilərəkdən, bilmərəkdən dediyim sözlər, etdiyim addımlar bu və ya digər formada həmin o innovativ mədəniyyətin formalaşmasına və ya əksinə azalmasına necə təsir göstərir? Çünki innovasiyanın belə deyim, inkişafı üçün bu və ya digər təşkilatda riskə açıq olmaq lazımdır. Səhvi qəbullanmaq, səhvdən öyrənməyə çox belə deyim də, kəskin şəkildə açıq olmaq lazımdır. Çünki səhv nədir? Kimsə deyə bilər ki, hə, səhv bərabərdir ittiham, işdən çıxarılma və s. Amma kimsə deyə bilər ki, səhv bərabərdir bir məlumat, bir data. Hansı ki, üzərindən biz nəyisə təzədən təkrar başqa bir formada elə bilərik, eksperimentə başqa bir bucaqdan başlaya bilərik və buna artıq belə deyim, öyrənmə imkanı kimi baxır. Yəni ittiham kimi, itki kimi yox, sırf yəni oradan səhvdən, itkidən də nəsə öyrənə bilirsə, bu özü qazancıdır. Yəni bu yanaşma varsa və rəhbərlər bunu anlayanda ki, hə, həqiqətən də bu mühitin bu yanaşmanın qorunub saxlamasına, təşviqinə qarşı yönəlmiş bir addımlar, bir sözlər demirsə, yəni bu özü bundan mənə gəlir ki, başlamaq lazımdır. Sizin öz komandanız var da, düzdür, idarə etdiyiniz şəxslər. Məsələn, onlarda nə qədər səhv etmə krediti var? Səhv etsələr necə davranırsınız? Mən deyərdim ki, ümumi bizim təşkilatda mühit elə formalaşıb ki, yəni burada dediyim kimi rəhbərliyin bu məsələyə rol model olmağından yəni irəli gəlir. Nəyisə belə bir təəssürat var ki, liderlər, rəhbərlər hər zaman hər şeyi bilir. Hər bir suala cavabları olmalıdır. Amma halbuki rəhbər deyəndə ki, mən bilmirəm. ki, misal üçün siz nə düşünürsünüz, siz nə məsləhət görürsünüz? Bunun özü böyük bir mesajdır, bir siqnaldır ki, bu ingilis dilində bir vulnerability, yəni bir sözü var. Yəni zəiflik demək, zəiflik kimi səslənə bilər, tərcümə oluna bilər Azərbaycanda, amma tam o məğzi vermir, təəssüf ki. Rəhbər ondan başlayanda ki, yəni mən özüm yenə öyrənməyə açığam, meyliyəm. Mən özüm səhv elə bilərəm. Məsələn, səhvi açıqca etiraf elə ki, falan qərarı verdi, səhv oldu. Bunun özü işçiləri mənə gəlir ki, ya açıq şəkildə və ya şuuraltı mesajı ötürür ki, yəni bu səhv eləmək okeydir və bunu qəbullanmaq okeydir. Sadəcə vacib olan amil odur ki, səhv elədim, hə, oldu, ötdük, keçdik. Yox, səhv elədim, nə oldu, niyə görə oldu, buradan nə dərs çıxartdıq, növbəti dəfə nə eləyəcəyik, fərqli eləyəcəyik. Yəni buna bu prizmadan yanaşmaq lazımdır. Yəni sizin komanda üzvləri belə rahat etiraf edə bilir də səhv edəndə? Bəli, bəli. Yəni mən əminəm ki, hər kəs elə mühitdədir ki, bu psixoloji təhlükəsizlik mühiti vardır. Yəni hər kəs açıq şəkildə səhvləri, uğursuzluqları müzakirə edə bilər. O məqsədlə ki, biz bunu ümumi belə deyim, ali bir hədəfimizdə, ali bir məqsədə çatmaqda daha uğurlu olaq, daha yeni bir yanaşma ilə yanaşaq, çatışmazlıqları aradan qaldıraq. Mən düşünürəm ki, innovasiyadan danışanda bu emosional təhlükəsizlikdən də danışmaq olar əslində. Ona görə siz necə o şəraiti yaradırsınız? Məsələn, bu çünki biraz abstraktdır, belə tam başa düşmək olmur ki, bir rəhbər necə bu belə bir mühit necə yarada bilər də? Məsələn, sizin öz üsulunuz nədən ibarətdir? Mən düşünürəm ki, burada ümumi sadələşdirsə çox komponent ola bilər. Çünki insanlar arası münasibət çox qəliz bir məhfumdur da, belə adlandıra bilsək. Amma sırf vaxt azlığını nəzərə alaraq mən bu əsas iki amilə vurğulamaq istərdim. Birincisi, bu səmimi və etibarın olduğu bir mühitin qurulmasıdır. Yəni məncə həm rəhbərlər, şirkətin liderləri və sıravi işçilər fiziki və psixolojidən bu dəqiqə yox, hazırda mən fizikidən danışıram. Fiziki, yəni aralarda fiziki bir məsafə olmamalıdır. Yəni istər-istəməz rəhbər işçiləri görməlidir, işçi rəhbərləri görməlidir, sadə münasibət, müzakirə, danışıqlar olmalıdır və bu etibar yaradacaq. Bu etibar olandan sonra deyək ki, mən açıq nəyisə etiraf eləmək istəyirəmsə və mən burada verəcəyim reaksiya da çox vacibdir. Deyək ki, mən gəlib desəm ki, Nərmə xanım, mən falan məsələn bir layihə vardı, mənə tapşırdınız, səhv elədim, uğursuzluq oldu. Siz mənə dərhal ittiham eləsəz, hər kəsin yanında deyək ki də səhv elədiyim, pis işçi olduğumu
üzümə vursanız, təbii ki, gələn səfər mən səhv eləsəm, gəlib bunu sizə etiraf eləməyəcəm. Və yaxud da ki, radikal bir, kəskin, innovativ bir addımlar, kreativ olmayacam. Mən çalışıram ki, yəni təhlükəsiz olum, risk götürməyim. Təşəbbüskar olmayacaq. Bəli, təşəbbüskar olmayım. Və yaxud da ki, riski mən minimallaşdırım. Minimum risk də nə deməkdir? Yəni innovasiya deyilsə risk burada təbii ki, mövcud olmalıdır. Risk yoxdursa innovasiya da yoxdur, təəssüf ki. Və ona görə burada elə iki komponent odur ki, yəni həm münasibətlər o formalaşmalıdır. Eyni zamanda da müzakirədə bizim səhvlərə verdiyimiz reaksiya da çox vacibdir. Ki, yəni necə reaksiya veririk. Burada dediyim kimi, yəni səhv varsa, etiraf olunursa, onu qəbullanmaq və burada əsas olan müzakirəni kimin səhv elədiyini yox, nəyə görə bu səhvin baş verdiyini, burada nə dərs çıxartdığımızı, yəni buna köklənmək lazımdır. Həll yönümlü olmaq lazımdır. İndi birazdan bizim ölkəyə də gələrik, amma qlobalda hal-hazırda şirkətlər üçün nə innovativ trendlər hesab olunur, nə baş verir? Bu dəqiqə məncə hər kəsin dilində süni intellektdir. Yəni və bütün təşkilatlardır, istər dövlət olsun, istər özəl şirkətlər olsun, süni intellektin tətbiqi, şirkətlərində istifadəsinin təşviqi geniş yayılıb. Hətta bu, belə deyim, startapların ümumi investisiya dinamikasına da baxsaq, süni intellekt əsaslı və ya süni intellekt sayəsində süni intellekt əsaslı bir məhsul quran startaplar adi digər startaplardan bir qat-qat daha çox maliyyə qaldırmış olurlar və daha bahalı dəyərləndirmə ilə bu kapitalı qaldırırlar. Bu deməkdir ki, yəni bu dəqiqə dünyada ən, belə deyim də, hot topic belə desək, süni intellektdir. Bəs bizim ölkədə? Bu haqda danışılır, amma nə qədər tətbiq olunur, vəziyyət necədir? Düşünmürəm ki, bizim ölkə də istisnadır. Bildiyiniz kimi, mart ayında Milli Süni İntellekt Strategiyası qəbul olundu və onunla yanaşı rəqəmsal iqtisadiyyat strategiyası da, siyasəti də qəbul olunubdur. Və burada sadəcə belə deyim, bizim ölkəyə gələndə hansısa bir praktiki tətbiqlərdən, həllərdən təəssüf ki, hələ söz getmir. Çünki biz bu prosesin hələ ilkin mərhələlərindəyik. Biz burada daha çox müvafiq qanunvericiliyin hazırlanması, etik normaların, təhlükəsizlik normalarının, standartlarının müəyyənləşdirilməsinə yönəlmiş bir siyasətdir və bunsuz təbii ki olmaz. Yəni bu olmalıdır. Əks halda bir xaotik, belə deyim də, fəaliyyətlərə baş tutacaq ölkə miqyasında. Yəni nə olmasa, rəqəmsal iqtisadiyyata tam keçid, yoxsa? Yox, süni intellektin tətbiqinin standartları, normaları, qaydaları müəyyənləşdirilməsi ölkə səviyyəsində şirkətlər üçün, dövlət qurumları üçün. Siz danışdıqca mən bir sizinlə fikirləşirəm. Bax, siz eyni anda deyirsiniz ki, bizdə həm rəqəmsal iqtisadiyyat haqqında müəyyən qaydalar falan hala tam keçid olmayıb da. Heç rəqəmsal iqtisadiyyat deyəndə tam nəyi başa düşürük, hələ o da tam aydın deyil. Bir də süni intellekt indi məsələləri. Sanki süni intellekt ondan sonrakı addım olmalıdır. Yox, burada yəqin rəqəmsal iqtisadiyyat tam formalaşmalıdır. Mən səhv başa düşürəm. Bir-birinə yəni zidd deyil. Yəni əslində süni intellektin özünün tətbiqi rəqəmsal iqtisadiyyata keçidi də təmin eləyir, sürətləndirir. Yəni rəqəmsal iqtisadi dedikdə biz burada nəyi nəzərdə tuturuq? Bəlkə də onun üzərində danışmaq olar. Amma məncə bu başqa bir müzakirə predmetidir. Amma sırf süni intellektin tətbiqinə gəlsək, burada dediyim kimi, ölkəmizdə, bayaqki sualınızı qayıdıram, ölkəmizdə bir sıra dövlət qurumlarında bunun tətbiqi var. Biz hətta ötən həftə yüksəliş qalibləri olaraq Milli Məclisdə bir ziyarətimiz olmuşdu və orada süni intellektin Milli Məclisdə proseslərdə müvafiq proseslərdə tətbiqi haqqında da maraqlı bir fikir mübadiləsi aparıldı. Mən burada yəni görsənir ki, açıq şəkildə müəyyən fəaliyyətlər var. Həm özəl sektorda, həm dövlət sektorunda. Yüksəlişdən söz düşmüşkən biz artıq dünən öyrəndik ki, 6-cı yüksəliş müsabiqəsi də ölkəmizdə keçiriləcək və indi bununla bağlı ola bilər ki, kimsə hazırlaşmaq istəyir. Bilirəm, yenə deyəcəksiniz ki, xüsusi bir hazırlıq yoxdur. Amma hər halda ümumi bir vəziyyətə nəzər alsaq da, yəni bir qalib kimi nələri tövsiyə edirsiniz? Bax, bugündən etibarən bəlkə psixoloqa getmək lazımdır ki, sənin sağlamlığın, mental sağlamlığın qaydasında olsun. Bəlkə hər hansısa bir məntiq hazırlıqlarına filan. Yəni nə etmək olar? Çətindir əslində. Məncə hər zaman demişəm ki, yüksəlişə ümumiyyətlə bugünə kimi əldə etdiyiniz o bilik baqajı ilə
qoşulmaq lazımdır, qatılmaq lazımdır. Sadəcə burada vacib olan amil və xüsusən də bu özünü yarışmanın yekun mərhələlərində bariz göstərir, açıq şəkildə göstərir. Öz fərqindəlik olmalıdır ki, bilmək lazımdır ki, nələrdə yaxşısan, nələrdə pissən, harda dəyər qata bilərsən. Orada deyək ki, komanda şəklində hansı bir кейslər, problemlər üzərində çalışırsınız, amma eyni zamanda hər kəs bir-birinə də rəqabət aparır. Və müəyyən, belə deyim də, həm pozitiv, həm də negativ emosiyalarda yaşamaq olar və sırf o emosiyaları nəyə görə yaşadığınızı, nədən qaynaqlandığını dərk edəndə mənə gəlir ki, bu çox, ən azından mənim üçün bu çox kömək edirdi. Ki, prosesdən qopmayasan, daha belə deyim, əzmkar olasan. Orada hissləndiyiniz anlar olurdu, belə başa düşdüm və İstənilən mənə gəlir ki, stresli, gərgin mühitdə hər kəs müəyyən emosiyalar yaşayır. Mənə gəlir əsas vacib olan o emosiyanı idarə etmək bacarığı olmalıdır. Sizin öz metodu var stresli vəziyyəti idarə etməklə bağlı? Sadə, belə deyim, çox sadə səslənə bilər, amma ilk növbədə danışmağa, reaksiya verməyə tələsməmək. Yəni, fasilə vermək məncə ən vacib olan odur. Çünki biz belə bir maraqlı bir kitab var. Daniel Kahneman'ın ingilis dilində belə adlanır Thinking Fast and Slow. Orada sistem 1, sistem 2 haqqında danışır. Yəni sistem 1 bizim şuuraltı beynimizdir. Sistem 2 isə bizim beynimizin şuurlu hissəsidir, belə deyək. Və şuuraltı beynimiz bizim daha çox sağ qalmaq, belə deyim, nəyisə bir instinktiv səviyyədə bir nəyisə reaksiya vermək üçün köklənmiş bir hissədir. Və deyək ki, mən nədənsə qorxuramsa, deyək, qaranlıqdan qorxuram. Birdən ani qaranlığa girirəm, düşünmədən, nəyisə bir anlamadan mən artıq qışqıra bilərəm, qaça bilərəm və s. Və bu deməkdir, yəni çeviklik var. Yəni beyin az enerji sərf eləyir və daha çevik işləyir. Sırf sağ qalmaq üçün çevik olmalısınız da, belə deyim. Şuuraltı hissəsi isə daha gec işləyir və bu, deyək ki, məlumatı qəbul edib, onu emal etmək, təhlil etmək üçün xeyli sayda daha artıq enerji tələb olunur. Və ona görə beyin elə köklənib ki, daha az enerji yandırmağa köklüdür deyə sistem 1-i tərcih edir. Və eyni zamanda da bunun sırf bioloji izahı da var ki, sistem 1-ə gedən neural birləşmələrin məsafəsi daha azdır. Deyək ki, mən nəyisə görəndə, nəyisə eşidəndə həmin o impulsun sistem 1-ə gedib çatmağı daha tez baş tutur, nəinki sistem 2-yə. Bu demək ki, mən istəsəm də, istəməsəm də sistem 1-i daha tez aktivləşir, nəinki sistem 2. Ona görə hansısa bir mühitdə biz deyək ki, ani əsəbləşə bilərik, qıcıqlana bilərik və yaxud da ki, əks bir kədərlənə bilərik, üzülə bilərik. Bu ola bilər ki, bizim instinktiv bir reaksiyamızdır. Amma ola bilər ki, bu əsası yoxdur, belə rasional bir yanaşma deyil əslində. Ona görə bu fasilə burada çox kritikdir ki, bilmək üçün ki, bu sistem 1-dən, sistem 2-dən qaynaqlanan, belə deyim də, impulsdur. Gəlli səslənə bilər, amma bu sırf o fikrimi, belə deyim də, əsaslandırmaq üçün ki, yəni burada bu fasilə həqiqətən çox önəmlidir. Hirslənən kimi dərhal hirslənməyin də. Bəlkə heç bir əsası yox. Başa düşdük. İdarə etməklə bağlı, xüsusən də yarımfinal və final mərhələsində, bax, indi qlobal innovativ trendlərdən də danışırıq da. Məhz yüksəliş üçün, yəni ki, bunlarla bağlı da nəyisə bilmək lazımdır. Bunlar nə ola bilər? Məsələn, komanda idarə etmə istiqamətində. İdarə etmədə yeniliklər nələr ola bilər? Mən öncəki verilişimizdə səhv xatırlamıramsa liderlik trendləri haqqında danışmışdıq və orada da elə vurğulamışdım və yenə həmin fikirdəyəm ki, məncə dövrümüzün lideri və idarə etmədə təbii ki, liderlikdən bir-birinə əlaqəli bir mövzulardır. Bu daha çox öz inkişafına, emosional intellektinə inkişafına köklənmiş bir şəxs olmalıdır. Və daha çox komandaya düzgün cavabları, düzgün istiqaməti göstərən yox, düzgün sualları, düzgün mühiti quran bir şəxs olmalıdır. Çünki bu exponential da belə deyim də inkişaf edən dünyada, harda ki bu məlumat geometrik proqressiya artır, hər şeyi bilmək qeyri-mümkündür. Yəni öncə də bu mümkün deyildi. Yəni qaldı ki, indiki dövrdə. Ona görə rəhbər bu egosundan qaynaqlanan, belə deyim də, o impulsu ki, mən
zəifliyimi göstərməməliyəm. Yəni bunu zəiflik kimi qəbul edirsə ki, mən bilmirəm, məndə cavab yoxdur, bu zəiflikdir. Zəiflik göstərməməliyəm. Əks halda lider kimi reputasiyamı itirmiş olacağam işçilərimin gözünün qarşısında. Yəni rəhbər bundan qorxmamalıdır. Çünki müasir dövrün çağırışı və tələbi budur ki, əks rəhbər elə zəifliklərini, səhvliklərini bax az öncə bu haqqda danışdıq. Yəni qəbullanmalıdır və burada əsas vacib olan düzgün mühiti formalaşdırmalıdır ki, həmin o psixoloji təhlükəsizlik olsun, işçilər rahat məlumat mübadiləsi apara bilsin, səhv varsa səhvi müzakirəyə çıxartsın və bir-birinə belə deyim də dəstək olsun. Mən sizinlə bax tamamilə razıyam ki, əvvəlcə onu deyim ki, nəyisə bilməmək, nədənsə məlumatsız olmaq bu ümumiyyətlə zəiflik deyil. Yəni hər kəs hər şeyi bilməyə bilər, normaldır. Bu zəiflik deyil. Bunu kənara qoyuruq. Amma digər məqamlar var ki, bax rəhbər mən düşünürəm elə anlar var ki, bilmirəm bu emosional zəiflikmi ola bilər. Yəni nəsə var ki, insanlar kiminsə arxasınca gedəndə ona daha çox güvənmək istəyir ki, onun reputasiyası yaxşı olsun, etimad göstərə bilsin. Orada da yəqin elə bir balans var ki, hansısa məqamda o zəifliyi, qorxduğunu göstərməlisən, hansısa məqamda deməsən ki, yox, hər şey yaxşı olacaq, getdik. Onu göstərməməlisən. O balansı necə düzgün təyin etmək olar? Çox vacib məqamdır. Əslində mən də etiraf edim, bayaq dediyimdən ki, kənar çıxmayaraq, məndə tam cavab yoxdur. Çünki həqiqətən qəliz mövzudur. Amma mən bunu ilkin olaraq belə bir fərqləndirərdim ki, əgər mühit və vaxt baxımından bizim üçün bir sıxıntı, stres yoxdursa, yəni ani bir qərar vermək stresi, təzyiqi yoxdursa, o zaman rəhbər deməlidir ki, gəlin müzakirə eləyək. Məsələn, mən bilmirəm, danışaq kimin nə fikri var. Çünki mən elə mühitdə hər kəsin bəlli fikri var da, doğrudurmu? Yəni bildiyimiz, bilmədiyimiz mövzulara dair fikirlərimiz var hər zaman. Və ola bilər ki, mən rəhbər olaraq yanılıram və vaxt təzyiqi yoxdursa, mən vacib və öz fikrimi belə deyim, təkidlə öz fikrimi keçirməyə çalışıramsa, mən nəysə yeni bir, daha yaxşı bir həll, daha ki, yeni bir şey öyrənmək imkanı itirmiş oluram. Amma vaxt baxımından stresi varsa, ani bir nəsə bir deyək ki, qərar verilməlidir. Təbii ki, belə mühitdə işçilərin, işçilərin, komanda üzvlərin gözlənti odur ki, bir güclü rəhbər hamımızın adına bir qərar vermiş olsun. Bu səhv qərar da ola bilər, doğru da ola bilər, amma bu lider bu məqamda məncə öz informed decision, yəni məlumatlı, data əsaslı bir nə bacarırsa o qərarını verməlidir. Buna dair belə maraqlı bir tapşırıq var. Mən özüm şəxsən bir təcrübədə yaşamışdım. Mən belə deyim, təbiətcən elə insanam ki, çalışıram hər kəsin fikrini alım və müzakirədə hər kəsin bəlli fikrini versin və qərarda hər kəsin bir payı olmuş olsun. Və belə bir maraqlı bir təcrübə keçirmişdik ki, simulyasiya idi, bir təlim proqramlarının birindəki, siz fərz edək ki, bir yaxtadasınız, yaxta artıq yanğın var, batır və siz 20 ədəd əşyalarınız var. 20 ədəd əşyalardan nələri götürəcəksiniz? Deyək ki, silah edici qayığa. Və burada müzakirə gedirdi. Və elə oldu ki, ən doğru sıralama, orada birinci, ikinci, üçüncü və belə sıralama aparmaq lazımdır. Ən vacibindən ən az vacib olanlar. Ən doğru cavab məndə idi. Amma bu belə deyək ki, demokratik yanaşma etmək istədiyimiz üçün biz danışdıq və komanda olaraq gəldiyimiz qərar daha pis oldu. Nəyə ki, misal üçün mən özüm lider olaraq desəydim ki, misal üçün qərar budur, belə də gedirik. Və orada mən misal üçün özüm üçün həqiqətən bunu öyrəndim və dediyimin də elə ona əsaslanar ki, orada öyrəndiyimdən ki, kritik məqamlarda rəhbər qorxmamalıdır demək ki, biz qeyri-demokratik olacağıq, birdən kimsə küsər, nə bilim, kimsə xətrinə dəyər. Yəni kritik məqamlarda, stresli məqamlarda o qəti qərarı vermək lazımdır. Öz qərarının üstündə durmalıdır. Aydındır. Sizə təşəkkür edirəm gəldiyinizə görə. Çox xoş oldu sizinlə söhbət olmaq. Sonda ola bilər ki, vacib nəsə qaldı danışmadığımız, əlavə eləyə bilərsiniz. Məncə çox şahəli bir müzakirə oldu. Bircə sadəcə belə bir dinləyicilərimə mesajım olar ki, yəni öz üzərlərində çalışsınlar. Yəni özlərini, düşüncə tərzlərini, qərəzlərini öyrənməyə meylli olsunlar ki, daha yaxşı fərd olsalar. Məncə yəni biz hər kəsin ümumiyyətlə ictimaiyyəti, ölkəni, dünyanı dəyişmək, yaxşıya doğru dəyişmək bir istəyi ola bilər, ali bir məqsədi. Amma bunun mənə gəlir ki, ancaq o şərtlə bacarmaq olar ki, özünü təkmilləşdirəsən. İkinci yüksəliş müsabiqəsinin qaliblərindən biri olan Hüseyn Mahmudovun fikirlərini eşitdiniz.
Biz onunla birlikdə həm yüksəliş, həm qlobal innovasiya trendləri haqqında danışırdıq və bu saata olan müzakirəmizi yekunlaşdırırıq, amma növbəti saatda da qayıdacağam. Orada da ekspertlərlə birlikdə çox yaxşı müzakirələrimiz var.